kanalıma videoma hoş geldiniz. Bugün sizinle bir yerde alışveriş vlog çekirəm. Bunlar gelince. Böyle oldu. Bir de ağzımda kombin var dostum. Bot ve yubka. Olur bence. Aksesuar olarak bunu takacağım. Bir de başıma ulduzda takmak fikirləşirəm saçıma. Ve bir de nomi takmışam. Taxım gəldim. Sıralar taktım. Saçma ulduzda takmam çünkü hələ tam bilmirəm açacağım, açmayacağım. Çünkü saç açsam mən biraz narahat oluram. Deyəsən girəcəm. Hələliyə yanma rezini götürəcəm. İndi baxaq da. Əlavə olaraq belə üzüyü taktım. Bugün gümüş takılar taxırıq. Belə qardenəsi olan. A few moments later. Səp. Hələlik bu kadar bəsəndim. İndi saçımı yığmıyımsa ona baxacağım. Deməli, saçımı da belə mamaya yığdırdım. Çünki mən özüm səliqəli yığa bilmirəm. Və ulduzlara vurmadım. Belə. Deməli, ona baxdım. İndi alttakine baxmaq istəyirəm. Boş şalvarla falan geyməyə. Məncə çox qəşəngdir. İndi o birisini geyim. Bu da o birisidir. Ekranda daha tüylü görsənirəm, o qədər tüylü deyil. Paltar mağazasından çıxdıq. İndi paradok almağa gəlmişik. Bu arada soğukdu diye ve kuşkanımda çok isti olur diye bunu giyindim. Bu arada bunu aldım. Çünkü niye olmasın? Bu hisseden biraz 1-5 dakika falan kurtaracak ve aşağı çekecek. Aşağıda da sinif yoldaşımın sabah günüydü. Ona hediye falan alacağım. Mən artıq evə gəldim və saat elə bir ki, biz mağazadan çıxanda saat 6 idi və indi saat 9-u yarısıdır. Yəni o vaxta qədər yeməyimizi yedik. Mən oturdum dərsləri yedim çünki biz saat, yəni mən məktəbdən gəldim də yeməyimi yedim, sonra çıxdıq getdik. Yəni dərs eləməyə, hətta kitabı özünü açmağa belə vaxtım olmadı. Nəysə, indi elədim dərslərimi. İndi də deyirəm ki, aldıqlarımı göstərim. Mağazada çox yaxşı çəkə bilmədik. 3-4 dənə mağazaya getdik, 3 dənə paltar mağazası, bir dənə də produkt mağazası, yəni ərzaq. Əvvəlcə 2 dənə aldığım köynəyi göstəreyim. Bunu zaten mağazada göstermiştim. Alan zaman. Niye göstereyim? Böyle. Köynəydi bozunca. Böyle. Qiymətin bəlkə şeylə yazdım bir tərəfə. Hamısını bir göstərim deyirəm. Axırda da giyinib baxaq. Bu belə. Bu məncə çox qəşəng, belə clean girl vibe verir. Belə. Və bir də sportivli dəstim var. Onun şalvarını indi giymişəm. Bu da belə. Yəni içi mehlidir. Mehli nədir belə yumuşaq. Burada belə bot, sapıçı, hər neysə. Bunu qiyməti nəzərəm. Belə. İndi isə giyinib bax. İlk olarak sportivli dəstən göstərdim. Hazır üstündeyim zaten şalvarı. Bu belə deyir. Görmüş var. Başka? Açıdan da belə çəkəcəm.
qəşəngdir. Çox gözəl, yəni əsl alınacaq mal deyə düşünürəm. Və bu da neydi belə bu şəkil, yəni çox belə rahatdır, rahat bir modeldir. Məncə bu şalvarla da qayət belə uyumludur. Yəni, və sonuncusu. Belə bunu, yəni həqiqətən çox qəşəngdir bu. Çox sevdim bunu. Belə, həqiqətən klində vayda verir. Son olarak bu ayakkabılar da bence bunlar yemeğe hiç ihtiyaç yoktu. Videom bu kadar idi. Beğenip abone olmayı ve bildirimleri açmayı unutma. En çok hansını beğendiyse yorumlarda yazarsan.